Biz buradan sizin hər birinizə bildiririk və çatdırırıq ki, 12-ci İmam Muhammed bin Həsən Əskəri əleyhissalam zuhur eləmişdir. 2015-ci ildə 23 yanvar cümə günü zuhur baş vermişdir. Və bu zuhur öncədən qeyd edilən hədislərdə həmin tarix əslində, tarix deyərkən hadisə qeyd edilmişdi ki, hansı hadisələrdən sonra zuhur baş verəcəkdir. Peyğəmbər buyurur, Hicazı adı heyvan adı olan bir nəfər idarə edəcək. Uzaqdan baxdığınız vaxt gözlərinin çəp olduğunu görərsiniz. Lakin yaxınlaşsanız gözlərində heç bir qüsur görməzsiniz. Ondan sonra hakimiyyətə qardaşı Abdullah gələcək. Vay olsun şiələrə onun əlindən. Vay olsun şiələrə onun əlindən. Vay olsun şiələrə onun əlindən. Mənə onun ölüm müjdəsini verin, mən də sizə hüccətin zuhur müjdəsini verim. Deməli, mənbə 250 əlamət kitabı, səhifə 122. Diqqət edin, hər ki Hicazı heyvan adında olan bir nəfər idarə eləyəcək. Bildiyiniz kimi Hicaz Səudi Ərəbistandır, hazırki Səudi Ərəbistandır ki, o Hicazdır və onu bir nəfər idarə eləyir ki, həmin adamın adı Fəthdir. Kral Fəth. Kral Fəth ərəb dilində tərcümədə bəbir deməkdir. Və hədisə baxın, deyir ki, adı heyvan adı olan bir nəfər idarə edəcək. Görürsünüz, Fəthin adı da ərəb dilindən tərcümədə bəbirdir, leoparddır. Ona görə bax, diqqət edin, burada olan heyvan adı hədislə birəbir uyğunlaşır. İkinci nüansa gələk. İkinci nüans bunu deyir ki, uzaqdan baxdığınızda gözlərinin çap olduğunu görərsiniz. Lakin yaxından baxdığınızda heç bir problem olmaz. Girib internetdə, Google'da da bunu araşdıra bilərsiniz, fotolarına baxa bilərsiniz, videolarına baxa bilərsiniz. Kral Fəthin gözlərinə baxdıqda sizə elə gələr ki, onun gözləri çəpdir. Lakin yaxından baxdıqda, yaxınlaşdıqda gözlərində heç bir qüsurun olmadığını görərsiniz. Bax, bu da artıq həmin o ikinci nüansı həyata keçirir. Bir adındakı fərqlilik var ki, bu fərqlilik onun adının heyvan adı ilə bir olmağına işarə vurur. İkinci fərqlilik onun gözlərində olan o nüansdır ki, və bu nüans da çox fərqli bir nüansdır. Hər belə deyək, insanda rast gəlinən bir nüans deyil. Bu qeyri təbii bir haldır ki, gözlərini uzaqdan baxdığınızda çəp olduğunu görürsünüz. Lakin yaxından baxdığınızda heç bir qüsur yoxdur. Bu iki nüans eyni adamda cəmlənir, eyni şəxsdə cəm olur. Hədisin dalına baxaq. Deyir, ondan sonra hakimiyyətə qardaşı gələcək. Üçüncü nüans. Ondan sonra hakimiyyətə qardaşı gəlir. Bu üçüncü nüansdır. Üçüncü nüans hakimiyyətə qardaş gəlir. Dördüncü nüans. Qardaşının adı Abdullah olur. Diqqət edirsiniz. Deyir, qardaşı gələcək. Bəli, hakimiyyətə qardaşı gəlir və deyir, hətta qardaşının adı da Abdullah olacaq. Bu da dördüncü nüans. Bu artıq bildiyi ki, onun qardaşı gəldi hakimiyyətə və ismi də Abdullah oldu. Və beşinci nüans. Deyir, vay olsun şiələrə onun əlindən. Bunu 3 dəfə təkrar edir. Yəni, həmin kəs şiələrə çox zülümlər edir. Çox əzablar verir şiələrə. Bu da bizim artıq 5-ci nüansımızdır ki, hadisəni bizə təsvir eləyir ki, bu da 5-ci nüansdır ki, o artıq şiələrə zülm eləyən biri olur. Və deyir, mənə onun ölüm müjdəsini verin, həmin o Abdullahın, mən də sizə hüccətin zuhur müjdəsini verim. Həmin bu Abdullah 2015-ci il 23 yanvar cümə günü. Bu cümə günü də əslində 6-cı nüansdır. Çünki deyir axı cümə günü zuhur eləyəcək. Deməli əslində bunlarla paralel, bunların hamısı sifətlər bizə həmin şəxsləri izah eləyəndən sonra onun deyir ölüm müjdəsini verin ki, zuhuru verim. Digər hədislər deyir zuhur cümə günü olacaq. Deməli burada 7-ci nüans da var ki, əslində həmin o ölüm cümə günü baş verməlidir və o da reallaşır. Kral Abdullah 2015-ci il 23 yanvar cümə günü ölür və o öldüyü an zuhur baş verir. Yəni İmam Mehdi Muhammed bin Həsən Əskəri əleyhissalam zuhur eləyir.